Hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Yenə mən gəldim. Yenə yeni bir vlog ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram. Kanalıma, yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Mən də şükürlər olsun, yaxşıyam. Bu dəfəki vlogumu belə gəzinti vlogu olaraq başlatdım. Baldızımla çıxmışdıq alış-verişə və ayın 3-ü fevralın 3-ü qaynanamın ad günü olacaqdı. Onun üçün hədiyyə almağa çıxmışıq. Elə çıxmışkən dedim bir vlogda başladım. Günün boşa getməsin. Anamız üçün düşündüyümüz bir-iki hədiyyə var ki, ondan o hədiyyədən birini öncədən yerinə etmişdik deyə bilirdik ki, hardan alacağıq. Yəni o da Razində Bakıxanıqda yerləşir həmən mağaza. Cehizlik aləmi deyilən bir mağazadır. Ora gedəcəkdik almağa. Və elə dedik ki, gəlmişkən, yəni iki hədiyyə düşünmüşük. Biri tavadır. Hündür tavalar var, qazan, iki qulplu qazana bənzər. Nə qazan deyil, nə tava deyil də. Bildiniz də hansı qızlar tavadan deyirəm. Bu iki qulplu, hündür qapaqlı tavadır bir sözlə. Dedik, yəni yerini etmişdik artıq. Bilirik hardan gedib alacağıq. Bu Razində dediyim kimi Bakıxanıqda yerləşir həmən mağaza. Bu arada bu göstərdiyim tavadan, amma böyük ölçüdə və biraz dərin olanını axtarırıq bir sözlə. Burada bunu da bəyəndik, amma həm ölçü olaraq bala kiçik idi, həm də ki biraz qiyməti uyğun gəlmədi deyə dedik elə gedib onu götürərik. Bu arada bura gəldiyimiz yerdə Bakıxanıqda Aygün yerləşir. Türkiyə tekstildir. Burada da çox gözəl, münasib qiymətə hər şey tapmaq mümkündür. Əsas da bura bu divan örtüsünə görə girdik. Görək burada tapa biləcəyik. Yəni divan örtüləri var idi münasib qiymətə, amma istədiyimiz kimi tapa bilmədik. Yəni gözəl dəstlər çoxdur, yəni divan örtükləri çoxdur. Sadəcə olaraq dediyim kimi ölçüləri bir də ki, orada qaynanamgildə künc divandır və yanında da eyni özü kimi iki dənə də kreslosu var. Və ona görə biz də eləsini axtarırdıq ki, elə bir dəst olsun ki, kreslolarında örtüyü olsun. O da təəssüf ki, ancaq tək divan örtükləri idi. Yəni baxdıqlarımızın içində istədiyimiz şeyi bir sözlə tapa bilmədik. Elə gəlmişkən biraz da göz gəzdirək, görək burada nələr var. Biraz da sizin üçün bir şeylər çəkməyə çalışdım. Elə ümumiyyətcə bu mağazanı çox bəyənirəm mən. Burada həm necə deyim, qiymətləri uyğundur, həm də ki məhsullar da keyfiyyətlidir. Dediyim kimi Aygün Molun içində yerləşir bu mağaza. Türkiyə tekstildir adı. Çox şey almışam buradan. Çox şey deyəndə bir neçə dəfə gəlib buradan alış-veriş etmişəm. İstər hədiyyəlik, istər ev üçün nəsə bir şeylər almışıq buradan. Sadəcə olaraq bu dəfə istədiyimizi tapa bilmədik. Getdik digər mağazalara baxdıq və təəssüf olsun ki, divan örtüyü ümumiyyətcə tapa bilmədik ölçüyə görə dediyim kimi. Yəni divan örtüsü uyğun gəlir, sadəcə olaraq kreslo üzlükləri yoxdur içində, o dəstin içində. Ona görə də belə almaqda tərəddüd etdik və belə qərara gəldik ki, parça alaq, divana uyğun parça alıb özümüz tikək. Yəni baldızımın əlindən gəlir tikmək. Elə yoldaşımın özü də bilirsiniz dərzidir. Hətta baldızımın yoldaşı da dərzidir. Yəni dərzilərimiz çoxdur. Bacım da dərzidir və o üçün bir sözlə tikmək problem deyil də. Əsas istədiyimiz materialı tapa bilək. Elə də qərar verdik, dedik elə yaxşısı parça alıb üzlüyü özümüz tikərik və o hədiyyə təxirə salındı bir sözlə ki, sonra asudə bir vaxtda gedib material seçib alıb tikib, yəni vacib deyil ad günü təqdim edək, yəni sonra da olsa aparıb verərik də. Və bir tək o dediyim kimi o tavanı getdik aldıq. Biraz da elə çıxmışkən dik gəzək, havamızı dəyişik. Düzdür, çox gec çıxmışdıq.
Yəni həmin gün heç planlamırdıq getməyə və birdən saat 3-də qərar verdik ki, artıq yəni gün ortadan sonra qərar verdik ki, gedək baxaq. Çünki orada proqnozda deyilmişdi ki, sabahdan artıq yenə də yağışlar, sulu qar falan, qara, hətta qara kimi görsədir, qar yağacaqdı. Və ona görə dedik ki, nə qədər ki, bu gün hava yaxşıdır, birdən sabah hava pisləşər, gedək indidən alaq gələk. Və saat 3-də qərar verdik ki, gedək, hazırlaşıb saat 4-də evdən çıxdıq. Şimdi axşama doğru çıxdıq evdən. Elə çıxdıq, yaxşı, xeyli də gəzdik, yəni vaxt çatdı, düzdür, qaranlığa düşdü qayıtmağımız. Olsun, amma istədiyimizi ən azından alıb tapa bildik və qayıtdıq evimizə. Baxın. Neçədir bu? Qiymət yox. Bundan şeydə görmüşdük. Ayxanda 54 manat idi deyəsən, hə? Pişirmə qabı. Gedək. Hamısına baxa bilək. Qəşəng şey aydacaq fikir, nə bilən bax, bu dəstə. Necə zərifdir, çox qəşəngdir. Çox qəşəngdir, onu baxıram elə deyirəm, amma baxa düşəcək də bu. Nə firmasıdır, qorxmazdı da ona görə. Bax, çox qəşəngdir. 198 manat dəstə. Bu da sərfədən bax elə. Məhalığın çaynikdir. Qəşəngdir. Buranı. Yəqin nəsə şey sayım işi gedir də. Kətandır, kətandır. Ay, nə gözəldir. Çox qəşəngdir, kətandır. Səbə inanırsan bizdə vardı. Sən mənə verdiyin parçadandır da elə. Bir dənə güpür alıb vurursan ətəyinə, həmin şey olur da. Parça nədir? Güpür, sən mənə verirsən süfrə parçasıdır ondan. Bir dənə güpür satırlar da, al vurur. Bu da ondandır. 39 manatı o 44. O necə olur? Yəqin sən ölçüsünə görədir. Onun şeyi gözəlləndi. Yox, ölçüsü. Yəqin o 8 bu 6 nəfərlikdir. İkinci sabrakdalar ha şey. Bilirəm. Özbək malı. Özbək yox, aqromolu deyirsən. Gedək o gün məsələn getmişdim. Xoşun getdi Naz mənsin. Deyir həmin o şeyin açığı. Kurtkamı aldım bax. Bu kurtkamı. Oradan da sürdü ora ki, gedək orada baxaq. Niyə bir köpük deyir? Yaxşı deyil malları. Yox, bu balaca deyil. Doğrudan. Sən o biri aqromol kimi dördə böyük. Əsas bu dəsmallardan var idi orada. Var, dəsmal ayarlardı. Hadi gedərik, mən dəsmal lazım. Dəsmal ayarlardı. Gedək. Bax, balaca yerdir, balaca. Bax, bizim qonaq otağı boyda. Və dediyim kimi qızlar buradan bu dəfə heç nə almadan çıxdıq. İndi də yollanırıq dediyim həmən mağazaya və getdikcə həmən mağazaya çatınca qədər yolumuzun üstündə də mağazalar gördükcə girirdik. Maraqlı bir dükkan görən kimi girib baxırdıq, maraqlanırdıq. Dedik dayı çıxmışıq və gəzə-gəzə gəlib çıxdıq bu mağazaya da. Belə uzaqdan çəkirəm ki, qızlar biləsiz harda yerləşir. Tam da Essentrik'in altında yerləşir. Adını isə bir yaxda qeyd etdim. Cehizlik aləmidir qızlar. Essentrik'in altında yerləşir. Və lap tam dəqiq desəm harda yerləşdiyini biləcəksiniz. Bu Talkuçkanla üz-üzədir. Elə baxanda tam da göz qabağındadır. Çox gözəl mağazadır. Bu mağazanı çox bəyənirəm. Qiymətlər də normaldır. Hər bir şeydə zövqlə, çox elə bir ki seçilmiş məhsulları gətirib yığıblar bu mağazaya.
Həqiqətən, yəni bəyənmədiyim 1-2 şey ola bilər, amma demək olar ki, gördüyüm hər bir şey, yəni zövqləndir. Seçilmiş məhsullardır demək olar. Ümumiyyətcə, yəni bir ev üçün, işlətmək üçün nə istəsəz, gəlib bu mağazada tapa bilərsiniz də rahatlıqla. Xırda bir şeydən tutmuş böyük bir əşyaya qədər, divar saatlarına qədər, nə bilim elektrik əşyaları qədər, qazan, tava, qab, qacaq, hər bir şey var bu mağazada. Yəni qızlar, yəni düşünməyin ki, reklam eləyirəm. Həqiqətən də heç bir, yəni reklam xarakteri daşımır. Sadəcə olaraq bilirsiniz də, mən gördüyüm, bəyəndiyim yerləri həmişə sizə də tövsiyə edirəm. Bəlkə də çoxunuz artıq buranı tanıyır. İndi bilməyənlər üçün deyirəm. Çox çeşidli, maraqlı, gözəl bir əşyalı mağaza görmək istəyirsə, bu mağazaya rahatlıqla gələ bilərsiniz. Bu arada qızlar, axtardığımız tava da budur. Görürsünüz, ən altdakı böyük tava, boz rəngdə olanı aldıq. Yəni qırmızı rəngi də var idi, boz rəngi də var idi. Bundan öncə aldığımız 2 dənə də tava almışıq. Biraz qulpulu, belə tək qulpul tava. Onlar qırmızı rəngdə idi. Sadəcə olaraq istədik qırmızı götürək. Amma qırmızı da bu ondan bir ölçü balaca, elə bil ki, biraz balaca olduğuna görə onun böyüklüyü xoşumuza gəldi. Nəsə götür qoy etdik, axırı qərar verdik ki, olsun, eybi yox. Rəng fərqliliyi olsa da istədiyimiz bir şey olsun. Digər tavanı seçdik. Qiyməti neçə idi qızlar, unutdum, inanırsınız. Burada çəkmişəmsə görəcəksiniz. 43'dü yoxsa 45 manat idi. Yəni bu qırmızı tava o ölçü olaraq ondan balaca olduğuna görə 35 manatdır. Amma digər biz aldığımız boz tava bundan ölçü olaraq böyükdür deyə qiyməti də fərqli idi. 43 manat aldıq bu tavanı bir sözlə. Keyfiyyəti çox bəyənirəm qızlar. Çox qalın olmasa da çox nazik də deyil. Həm də ki, yəni geç xarab olun. Elə bir məndə olub, qazanım olub o materialdan. Uzun müddət işlətmişəm, davamlı olub da. Dözümlüdür daha doğrusu. Nəysə, bunu seçdik, qablaşdırdılar sağ olsunlar. Və kassada ödənişimizi edib getdik. Amma biraz elə dedik, gəzə yöncə görək nələr var. Həm də mən də fürsət ikən sizin üçün də çəkdim ki, burada görəsiz nələr var da, yəni məhsullardan bəzilərini çəkdim. Düzü, yəni qazandan başqa heç nə almadıq. Elə dedik bu gün, yəni çıxmışıq ancaq mama üçün hədiyyə almağa. Qaraladığımız bir iki şey oldu düzdür, amma dedik özümüz üçün sonra gələrik. Başqa bir gün, yəni onsuz da bəhanə axtarırıq çıxmağa. Bəhanə olar bizim üçün çıxmağa bir sözlə. Amma qaraladığımız şeylər oldu ki, sonra gəlib onları alarıq. Hətta orada bir kofe dəsti görmüşdüm. Birazdan görəcəksiniz. Çox bəyəndim də. Elə bir fincan dəsti axtarırdım. Və onu dedim ki, düşündüm ki, gəlib götürərəm sonra, qalarsa əgər. Və o da elə oldu ki, eyni ondan olmasa da ona bənzər evə gedəndən sonra Temudan sifariş verdim və yəni sifariş verdiyim üçün də burada almaq fikrindən artıq daşındım. Çünki artıq sifariş vermişdim. Bilirsiniz necə bir kofedəsin. Bu arada qızlar, bu çayniklərə ürəyim getdi də. Çox bəyəndim. Amma dəhşət çox bilirsiniz çaynik almışam. Bu aralar demək olar ki, zapasda 6-7 çaynikim var işlətdiyimdən əlavə. Ona görə də daha çaynik görəndə baxsam da almaq fikrinə düşmürəm. Amma hər biri çox gözəldir həqiqətən. Belə çalışdığım qədər qiymətlərini də çəkirdim ki, görmüş olasınız. Və qızlar, dediyim həmən o fincan, kofe dəsti də budur. Çox gözəldir, deyilmi? Çox bəyəndim mən bu dəsti, amma ki, qiyməti də deyərdim ki, normaldır. Çünki Temuda da demək olar həmən qiymətədir. Sadəcə olaraq Temuda bir müsbəti var ki, mən endirimlə alıram onu. İndirim kartı təqdim eləndə ala bilirəm. Demək olar yarı qiymətini. Burada da həmən Temudan aldığımın da şəklini qoyacağım.
Bunun kimi əlvan olmasa da pis də deyil, çox qəşəngdir. Sadəcə olaraq bunu daha çox bəyəndim də. Buna bayıldım bir sözlə. Hə, neysə, bir sözlə Temu'dan sifariş verdim. Tam bunu qədər olmasa da, o da pis deyil, gözəldir. Amma sifariş verməyinə vermişəm. Bildiyiniz kimi Temu problemdir, çatdırılması. Yerişib qalıb gömrükdə, Azərbaycanın gömrüyündə. Görək nə vaxt əlimə gəlib çatacaq. Çatanda mütləq sizə də göstərəcəm. Və belə qızlar, bayaqdan da çox danışdım. Biraz başım ağrıdı oldu. Siz də yəqin ki başınızı ağrıtdım. Siz biraz belə şərhsiz izləyin. Yenə arada ehtiyac olduqca şərh edəcəm. Bu arada bunu da çox bəyənmişdim. Qaraladıqlarımdan da biri oldu. İnşallah qismət olsa alaram. Qızlar, qayıdacağım birazdan yenə. Qəşəng tapdı. Qablar üçün bəyəm gedir vəbşə. Bunlar stəkandır. Biri 8 manat. Ay aman. Manat 50 gətir. O karabka onun değil, içinden götürün şey qiymətini. Deyirsən onu da karabka. Üstüne çadır bulunmuş onlar. Hə. Göstərir. Satmıyorlar. Hatta diye yazıp Bu arada qızlar, buradan da aldığımızı aldıq. Çıxdıq, daha sonra qalxdıq yuxarıda Esentrikin özünə, orada geyim mağazasına. Baldızımın orada bir bəyəndiyi, keçən dəfə gələndə bəyəndiyi geyim var idi. Onu istəyirdi almaq. Təəssüf ki, bitmişdi. Yəni tapa bilmədik həmən geyimi. Və oradan da çıxdıqdan sonra dedik bir şeylər yeyək. Elə yol üstü qutab aldıq, göy qutabı. Əriyə bir dənə də piraşki götürdük. Dedik ayaq üstü yeməyək deyə, elə orada yanında açıq havada oturmağa yer də var idi. Və oturduq oradan, çay da sifariş verdik. Qutablarımızı, piraşkimizi, zadımızı yedik, üstündən çay da içdik. Daha sonra yavaş-yavaş gəzə-gəzə yenə də dükanlara baxa-baxa evə qayıtdıq. Kitab yaxşıdır vallahi. Kartof yoxdur şeyin içində.
Beləliklə qızlar alacağımızı aldıq. Oradan da sonra gördüyünüz kimi getdik, oturduq. Çörəyimizi yedik, çayımızı içdik. Daha sonra durduq yavaş-yavaş gəzə-gəzə ta ki stansiyaya qədər, yəni Bakıxanov mola qədər piyada gəzə-gəzə getdik ki, həm yürüyüş etmiş olarıq, həm də ki mağazaları gəzə-gəzə maraqlı idi mağazaları gəzmək. Gəzə-gəzə nəsə gəlib çıxdıq. Bakıxanov molun yaxınlığında bir dayanacaqda dayandıq. Avtobusu gözlədik, avtobus gəldi, oturduq, yollandıq evə. Yəni həmin günün çəkilişi bu qədər oldu da. Düzdür, yol üstü. Orada mağazalara girdik, markete falan girdik, biraz alışveriş falan elədik. Yollar day çəkmədim. Və elə orada sonlandırdım bir sözlə. Gördünüz bəyək avtobusda, elə oradan da davamını çəkmədim. Və ondan sonra da üstündən artıq bu gördüyünüz kadrı ayın 4-ü çəkmişəm. Ayın 3-ü də əslində qaynanamın ad günü. 3-ü də yəni gəlmədi. Çünki qaynanam istəmədi həmin günü nəsə halı həvəsi yox idi deyə dedik qalsın. Həm də ad gün bilirsiniz də dəfələrlə demişəm, ad gün keçirtməyi sevmir. Biz də elə fikrinə hörmət edərək həmin günü gəlmədik və ondan bir gün sonra gəldik. Özü daha doğrusu çağırdı ki, gəlin. Yəni ad gün adı ilə yox, prosta elə belə oturaq, yığışaq. Yəni ad günündə çağırmamağın səbəbi bir sözlə hədiyyə almayaq. Tək ki ona görə deyir ki, həmin günü gəlməyin. Nəsə bizim də gücümüz çatanı indi aldıq. Düzdür, hələ planda dediyim kimi divan örtüyü də var. Onu da tez bir vaxtda. Çünki havalar çox soyuqdur. Çıxmağa tənbəllik edirik, amma mütləq ki gedib onu alıb tez bir vaxtda gətirəcəyik. Çünki divan örtüyü köhnədir, yoxdur deməyə. Təzə divandır, köhnə örtükdə yaxşı görsənmir üstündə. Mütləq ki onu alıb gətirəcəyik. Yəni bilirik ki, bu ad gün sevməmək söhbəti deyil. Sadəcə olaraq o qıymır da bizə ki, neysə alaq ona hədiyyə. Rasxoda falan düşək, belə istəmir. Ona görə də deyir, ad gün istəmirəm, ad gün qeyd etmirəm. Amma bir gün sonra da olsa özü çağırır ya 2 gün sonra çağırır ki, gəlin də. Və neysə uzun sözün qısası qızlar gəldik. Gəldik gördük ki, qaynanam gəl biraz alışveriş də ediblər, bazarlıq, toyuq falan. Düzdür, əti gələndə biz aldıq. Elə gələn kimi də baldızımla tez köməkli öncə bastırmalar elədik, qoyduq kababın bastırmalarını. Daha sonra keçdik süfrə hazırlığına da. Elə mən də fürsət tapdıqca biraz çəkilişlər də edirdim ki, yəni həm xatirə olaraq qalsın kanalda, həm də ki belə bir vlog hazırlamış olum sizin üçün. Düzdür, biraz uzun vlog alınıb dəfəm. Ümid edirəm sıxılmadan izləyərsiniz sona qədər. Belə qızlar, burada bizdən öncə də baldızımın oğlu, o təzə evlənən oğlu da gəlini ilə gəlmişdi. Onlar da gələndə belə qəşəng tort alıb gətirmişdilər. Elə, yəni biz alacaqdıq əslində tortu. Sadəcə olaraq elə zəng vurub dedilər ki, yəni tort alırıq da birdən siz də alasınız. Biz də onlar aldığına görə almadıq gələndə. Belə qızlar, istəyirəm burada şərhimi dayandırım. Davamını şərhsiz izləyin. Yəni indi burada heç şərhə ehtiyac görmürəm, ona görə də istəyirəm belə şərhsiz izləyəsiniz. Amma arada ehtiyac olduqca qayıdacağam.
Devam. Bilseydim qeyrəti də verərdim, kebab eləyərdim. Demek kebapta korkmayın etrafı düzgün. Ne kadar çabası tatlı olur. Amma qeyrəti Oldu da dənət var. Papa lavaş istəyirsən? Cadı baba ne? Lavaş Koydan istəyirsən? su içirsin. Hadi ya bunu kebap. O ağ lavaşdı bu. Hemen şeydir ya tuzlu olur ya. Kebab Ben de həmişə bundan duzlu yeyəm. olmalıdır. Yox, edirəm sən də bunu. Ən əsasda kebab Təbrizdə. qanlı, igid canlı. Böyle özü ortada bir de kan çalıyor. Heç birindən çıxa bilməz. Onun tərəfkar pişirir. Məsələn, Beləliklə qızlar oturduq, yeməyimizi də yedik. Yetirən, doyduran Rəbbimə şükürlər olsun. Bu arada qızlar göz haqqınızda halal edin. Neysə, yeməyimizi yedikdən sonra da durduq, ortalığı toparladıq, süfrəni yığışdırdıq, qablar yumaqdı, silməkdi, yerinə yığmaqdı. Bütün işlərimizi gördükdən sonra da oturduq, çay süfrəsi də açdıq ki, bir çay da içək tortla. Düzdür, yəni dediyim kimi ad günü sevmədiyi üçün, yəni şam yandırma, söndürmə mərasimi olmadı. Eləcə tortumuzu kəsdik, çayımızı içdik belə. Yəni sıradan bir gün kimi keçdi də bir sözlə. Amma çox gözəl, maraqlı bir gün keçdi. Sıradan da olsa yadda qalan gün oldu. Hələ ki bunun belə çəkilişini edib xatirə olaraq saxlamaq daha da belə yadda qalan oldu. Gözəl gün keçdi. Allah hər kəsə tək ki belə xoş, huzurlu, sevincli, xoşbəxt günlər nəsib eləsin. Qayğısız, problemsiz, necə deyim, əsəbsiz, stressiz günlər hər kəsə arzulayıram. Hər kəsin inşallah evində ancaq xoş günlər yaşansın Allahın izni ilə. Bu arada təkrar düzdür belə canlı təbrik də eləmişik, ürək sözlərimizlə demişik anamıza, amma yenə də təkrar onu demək istəyirəm ki, Allah onu böyüklükdən əskik etməsin, yanımızda olsun, canım sağlam olsun, əsas odur. Var olsun hər zaman. Tək anamız yox, bütün analar, atalar hər zaman canları sağlam, ömürləri uzun olsun inşallah. Rəhmətə gedənlərə də içi mənim valideynlərim qarşı Allah rəhmət eləsin, məkanları cənnət olsun. Amin inşallah. Bilirəm qızlar, siz də təbrik yazacaqsınız. Hər birinizə öncədən təşəkkürümü bildirirəm. Öpürəm hər birinizi qızlar. Və belə qızlar, burada da videom artıq sona yaxınlaşır. İstəyirəm sağollaşım sizinlə. Düzdür, hələ biraz bitməyinə var. Siz izləməyə davam edir, amma mən sizinlə sağollaşım. Və ümid edirəm ki, bu bloqumu da sevərək, bəyənərək izlədiniz. Like'ınızdan, yorumlarınızdan bunu biləcəm. Bəyənib bəyənməməliyinizi. Və inşallah növbəti vlogda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Hələlik. qoydakı evdə azal. Bunu tərladı dedi ki, bir yedi. Siz də sağ olun, Evza. Sağ ol, mam, sağ ol. Alt gün Çox mübarək. sağ ol. O gün olsun 90 yaşında. Soyuq olacaq, əyin. Amin. Sağ ol. Qaç, qaç. Qaç. Evza qaç. Sağ olun. Yolla gelmiyor ya, tertebine geliyor olsa. Ay arvad soğuk olacaq, get. Bağla biz gedirik, o yoxsa biz getməsək gedirik. Eyvah, başın əyri, ona bax. Əyib durub ya. Bir də sevinir ki, başın əyib deyə alıb belə. Hə, sevinir biz gələn. Vallahi siz bu ailə hardan? Ondan olsa heç buraxmaz bizi. Nə deyir? Ne dedi sən canım? Allah Teala bizi bu aileye hardan getirdi. Sağ ol hadi yapma. Sevinci özdə. Sənlədir, yaşayın, siz yatsınız. Sevinci deməli də Böyle kanalı sana burada kaldı. Sevinci